Mübarək Ramazan ayının 9-cu gününü yaşayırıq. İlk 10 günlük tamam olur mübarək Ramazan ayının. Və bu günkü cümə xutbəsində bunu vurğulamağı bir daha özümə borc bilirəm ki, bunu biz yadımızdan çıxartmayaq. İl ərzində digər ayların hamısından daha çox Allaha yaxınlaşmaq fürsətidir. Mübarək Ramazan ayı. Bu fürsətdən biz əgər istifadə etməsək, digər vaxtlarda Allah bizi məhrum eləyər özünə yaxınlaşmaqdan. Bu bir qızıl fürsətdir. Bu fürsəti əldən versək, sonradan qorxuram ki, Allah nəzərini üzərimizdən çəkər və bizi məhrum edər özünə yaxınlaşmaqdan. Allah hər hansı bir şeyə fürsət verirsə, fürsət məsuliyyət yaradır. Fürsət insanda məsuliyyət hissi yaradır. Yəni, fürsətdən istifadə etmədikdə cəza labüd olur. Quranın ən belə deyək, rəhmət ifadə eləyən ayələrindən biri budur. Ud'uni əstəcib ləkum. Allah buyurur ki, məni çağırın, cavab verim. Yəni, Allah fürsət verir bizə ki, gəlin, məni çağırın, mən cavab verim. Dua edin, cavab verim. Mən bunu neçə dəfə demişəm, hamımız bura qədər oxuyuruq, bundan sonrakini oxumuruq. Bizə sərf eləyən bura qədərdir. Ud'uni əstəcib ləkum. Məni çağırın, cavab verim. Dalıca nə buyurur? Əllədinə yəstəkbirunə an ibadəti səyədxulunə cəhənnəmə daxirin. O kəslər ki, təkəbbür edirlər mənim ibadətimə. Onları xar vəziyyətdə cəhənnəmə daxil edərik. Fürsət verir. Fürsətdir, dua fürsəti. Buyurur, amma bu fürsətdən istifadə eləməməyin məntiqi nəticəsi bu olur ki, insan bir çox şeydən məhrum olur. Bir ayda ki, deyilir, rəhmət qapıları açıqdır. Ayın hilalı doğandan Şəvval ayına qədər şeytan zəncirlənib, Allahın rəhməti yağır. Bu ayda bundan istifadə eləməyən təbii ki, daha çox qınanır, daha çox qınayırlar onu. Ona görə buyurur, ən bədbəxt adam Ramazan ayında bağışlanmayandır. Niyə ən bədbəxt adam? Çünki fürsət çox idi, istifadə eləmədi. Soruşur Peyğəmbər, məsumlardan birindəndir bu hədis. Ramazan ayında bağışlanmayan bəs nə vaxt bağışlanacaq? Yəni da ən münasib fürsətdən istifadə eləmədisə, sonrası nə olacaq? Və bundan necə ola bilər ki, bundan üstün fürsət olmayacaq axı? Bundan istifadə etmədisə, sonrası nə olacaq? Ramazan ayının rəhmətinin yanında bir əzəməti və heybəti də var. Bax, bu şeyləri oxuyanda insan ki, bu fürsətdə adamda ümid yaranır. Amma qorxu da yaranır yanında ki, bəs bu fürsətdən istifadə eləməsəm necə? Axı, bu istisna bir fürsətdir. Bu xüsusi bir fürsətdir. Bu xüsusi bir fürsətdirsə, bunun məsuliyyəti də çoxdur, sorğu sualı da çoxdur. Bu ay bizim üçün fürsətdir Allaha yaxınlaşmaq üçün və Allaha yaxınlaşmaq bizim dünyaya gəlməyimizin fəlsəfəsidir. Biz bu dünyada Allaha yaxınlaşmaq üçün yaşayırıq. Biz bu dünyada hər gün Allaha daha yaxın olmaq üçün yaşayırıq. İbadətlərimizin niyyəti var, zöhr namazı qılıram, vacib, qurbətən ilallah, heç onu deməyə ehtiyac yoxdur. Amma qurbətən ilallah təkcə namazımızın yox, həyatımızın niyyəti olmalıdır. Yaşayıram qurbətən ilallah, Allaha yaxınlaşmaq üçün. Çünki bu fürsət bizə Allaha yaxınlaşmaq üçün verilib. Ömür bizə niyə verilib? Ömür bizə verilib ki, bu ömür müddətində Allaha yaxınlaşaq. Yəni, ömrün izahı budur, ömrün şərhi budur. Bu fürsət bizə ona görə verilib ki, bu ömür bizi Allaha yaxınlaşdırsın. Həyatın niyyəti budur. Əgər biz Allaha yaxın olsaq, istədiyimizi tapmışıq. Əgər biz Allaha yaxın olsaq, həyatımız nizama düşəcək.
Bizim bütün problemlerimizin kökündə Allah'tan uzaqlığımız dayanır. Allah'tan uzaqlaşmağımızın nəticəsidir bizim bütün problemlerimiz.